Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bugün biz sizinlə coğrafiya fənnindən keçirdiyimiz sınağın izahına baxacağıq. Gəlin ilk öncə birinci sualımızdan başlayaq. Deməli, bizə Afrika litosfer tavası və Cənubi Amerika litosfer tavası verib və bunların oxşar və fərqli cəhətlərini bizdən istəyir. Gəlin burada qruplaşdıraq. 1, 2, 3. Demək, 1 Afrikaya aid olan əlamətləri seçəcəyik, 2 də Cənubi Amerikaya, 3 də isə ortaq cəhətlərini seçirik. Deyir, Gondwana qurusunun tərkib hissəsidir. Biz bilirik ki, həm Cənubi Amerika, həm də Afrika, deməli, Gondwananın tərkib hissəsi olmuşdur. Ona görə də bu ortağa gedər. 3-ə 1. 4 yarımkürədə yerləşən təbii ki, Afrikadır. Çünki həm ekvator, həm də Greenwich kəsir. Deməli, 2. Qərb hissəsi okean tipli litosfer tavası ilə toqquşur. Bu təbii ki, Cənubi Amerikaya aiddir. Çünki Cənubi Amerikanın qərb hissəsi Nazca litosfer tavası ilə toqquşur. Ona görə 2-ə 3. Şərqi Atlantik okeanı sahəsinin genişlənməsində iştirak edir. Təbii ki, bunların hər ikisi. Çünki bir-birindən ayrılırlar deyə okean tipli tavalarının uzaqlaşması nəticəsində Atlantik okeanı sahəsinin genişlənməsində iştirak edirlər. Ona görə 4-ü yazaq ortağa. Şərqində tektonik çatılar yerləşir. Təbii ki, bu Afrikanın şərqində tektonik çatı yerləşə bilər. Ətrafında kiçik litosfer tavası var. Təbii ki, bu da Cənubi Amerikanın ətrafında kiçik litosfer tavaları mövcuddur. Deməli, sualımızın düzgün cavabı 2, 5, 3, 6, 1, 4. Deyir, A məntəqəsində 50 metr dərinlikdə temperatur 28 dərəcə, o 300 metr dərinlikdə isə 38 dərəcə qeydə alınmışdır. A məntəqəsi hansı ərazilərə uyğun gəlir? Deməli, 300-dən 50 çıxsaq, edər 250 metr və gördüyümüz kimi 50 metrdə temperatur 28-miş, 300-də 38 olub. Deməli, nə qədər artıb temperatur? 10 dərəcə. Deməli, üzr istəyirəm, 10 dərəcənin artması üçün 250 metr tələb olunubsa, deməli, 1 dərəcənin artması üçün nə qədər tələb olunar? Təbii ki, 25 metr. Gördüyümüz kimi, burada geotermik pillə 25 metrdir. Geotermik pillə 25 metr olduğu üçün, yəni orta qiymət 33 metrdir. Əgər bu 33 metrin altındadırsa, deməli, geotermik pillə daha kiçikdir. Ona görə biz geosinkronal əraziləri seçməliyik. Birinci ərazini seçəcəm. Sonra 4-cü ərazi və 6-cı ərazi. Bu qeyd etdiyimiz ərazilər təbii ki, geosinkronal ərazilər olacaqdır. Üçüncü sualımıza baxaq. Platforma və geosinkronallar və bunlara aid olan əlamətləri bizə yenə qruplaşdırmağımızı istəyir. 1, deməli, 2 və 3. Deməli, ABŞ, Çin, Türkmənistan ölkələri yerləşir. Biz bilirik ki, bu adı çəkilən ölkələrin hər birinin müəyyən bir hissəsi platformaya, müəyyən bir hissəsi isə geosinkronala düşür. Ona görə 1-i biz 3-ə yaza bilərik ortaq cəhət kimi. Subduksiya zonasıdır. Təbii ki, subduksiya zonası geosinkronal ərazidir. Ümumiyyətlə, litosfer tavalarının ayrılma və toqquşma sərhədləri geosinkronal zonalardır. Ona görə 2-ə 2. Geotermal enerjidən daha çox istifadə edirlər. Geotermal enerjinin təbii ki, geosinkronal ərazilərdə qeyzerlərin püsürməsi daha çox olduğu üçün, ona görə geotermal enerjidən daha çox geosinkronal ərazidə istifadə edilir. Eksogen proseslərin təsiri ilə formalaşır. Təbii ki, platformaların formalaşmasında, yəni qədim dağların belə deyək, parçalanıb dağılmasında eksogen proseslərin təsiri çox böyükdür. Ona görə 4 bunu biz platformaya götürə bilərik. Litosfer tavalarının mərkəzində yerləşəndə təbii ki, platformalardır. Ona görə 1, 4, 2, 3 və 1. 1, 4. Daha doğrusu 1-ə getdi, demək 4, 5. Deməli, 1-ə oldu 4, 5. 3-ə oldu, deməli, 1 və 1. 3-ə 1, 1-ə 4, 5. Demək, cavab C bəndi olacaq. Demək, bir daha baxaq. 1-ə 4, 5 görə uyğun gəldi mi? Düzdür, 4, 5. 2-ə hansı uyğun gəldi? 2, 2, 3. Bəli. Ona görə sualımızın düzgün cavabı təbii ki, C bəndi olacaqdır.
Dördüncü sualımıza baxaq. Konvergent və divergent zonalar istəyir. Konvergent bilirik ki, biz toqquşma zonasıdır. Məsələn, biz burada bir antikordiler zonasını göstərə bilərik. Çünki sakit və Nazca litosfer havaları ilə Şimali və Cənubi Amerika litosfer havalarının toqquşma zonasıdır. Bir toqquşmadır. Bilirik ki, 2 burada ayrılma zonasıdır. Okean tipi havaların ayrılmasıdır. 5 də materik tipi havaların ayrılmasıdır. Ona görə gəlin belə qruplaşdıraq. 1, 2. Konvergent zonaya götürə bilərik biz 1-i, götürə bilərik 3-ü. Çünki burada Afrika və Hind-Avstraliya havaları ilə Avrasiyanın toqquşma zonasıdır. Və 4-ü. 4-də isə Sakit okean və Avrasiya litosfer havalarının toqquşma zonasıdır. 1, 3 və 4 gedəcək deməli 1-ə. Ayrılma zonalarına isə 2 və 5. Demək, toqquşma zonalarına 1, 3, 4. Ayrılma zonalarına isə 2 və 5. Demək, 1, 3, 4, 2, 5. Düzün cavab A bəndi. Bir daha baxaq. Konvergent zonaya demək 1, 3, 4 düzdür. Ayrılma isə 2 və 5. 5 isə materik tipli havaların ayrılma zonasıdır. Orada Şərqi Afrika sınma zonası yaranır. Demək, 5-ci sualımıza baxaq. Deyir, uyğunluğu müəyyən edin. Çökmə, maqmatik və metamorfik. Demək, birincisi çökmə olmalıdır. İkincisi maqmatik, üçüncü metamorfik. Bir də artıq A bəndi yanlışdır. Çünki mərmər çökmə deyil. Maqmatik metamorfikdir. B bəndində də həmçinin almaz metamorfikdir. C bəndini yoxlayaq. Demək, çökməyə daş kömür uyğun gəlir. Maqmatikə qranit uyğun gəlir. Metamorfikə isə əhəng daşından mərmərə çevrilmədir. Təbii ki, mərmərdə metamorfik sıxırdır. Ona görə C bəndi tamamilə doğrudur. Düzgün ardıcılığı müəyyən edin. Biz bilirik ki, geostrukturanın inkişafının 3-cü mərhələsinə cavan ərazilər, cavan dağlar, cavan ümumiyyətlə ərazilər və geostrukturanın inkişafının 4-cü mərhələsinə isə qədim ərazilər uyğun gəlir. Kopet dağ cavandır, bəli, 3-cü mərhələ olar, tamamilə doğrudur, biri seçirik. Appalaç qədim dağdır, bu 4-cü mərhələ olmalıdır, 1-ci mərhələ yox, 2 uyğun deyil. Ant dağları cavandır və ona görə də o 3-cü mərhələ olmalıydı, 4 yazılıb, yanlışdır. Qafqaz dağları cavandır və əlbəttə ki, 3-cü mərhələyə aiddir. Ural dağları qədimdir, 4-cü mərhələ olmalıydı. Atlas dağları cavandır, 3-cü mərhələ olmalıdır. Sualımızın düzgün cavabı 1, 4 və 6, yəni C bəndi. Litosfer havalarının konvergent sərhədlərində yerləşən fəaliyyətdə olan vulkanlar. Deməli, litosfer havalarının konvergent, yəni toqquşma sərhədində olan, fəaliyyətdə olan vulkanlara baxaq. Demək, burada Hekla ayrılma sərhədidir, İslandiyadır, olmaz. Savalan isə sönmüş vulkandır, uyğun deyil. B bəndə Mauna Loa, bu da təbii ki, ayrılma zonasıdır. Yəni, daha doğrusu, üzrsən, Çimborazo sönmüş vulkandır, ona görə B bəndə uyğun gəlməyəcək. C bəndi, deməli, Orizaba, Şasta, Krakatau, Dəmavənd burada sönmüş vulkandır, uyğun deyil. D bəndində yenə də Hekla, təbii ki, İslandiyadadır. İslandiyada toqquşma yox, ayrılma zonasıdır, yəni divergentdir və Qızılboğaz da sönmüş vulkandır, ona görə uyğun deyil. Y bəndində təbii ki, Etna, Siciliya adası, konvergent Afrika və Avropanın toqquşma zonasıdır. Fudziyama, deməli, Yaponiyada Sakit okean və Avrasiyanın toqquşma zonasıdır. Stromboli həmçinin İtaliyada, deməli, Afrika və Avrasiyanın toqquşma zonasıdır. Taxamulko isə təbii ki, Sakit okeandan Şimali Amerikanın toqquşma zonasıdır. Ona görə sualımızın düzgün cavabı Y bəndi olacaqdır. Deməli, 8-ci sualımız dövrlərlə bağlıdır. Biz bilirik ki, Kembri-dən sonra gəlir Ordovik, sonra Silur, Silurdan sonra gəlir Devon, Devondan sonra gəlir daş kömür və yaxud da biz buna karbon deyirik. Söhbət Paleozoy erasından gedir. Paleozoy erasının dövrlərinə. Demək, cavab olmalıdır Ordovik, Devon və daş kömür. Təbii ki, sualımızın düzgün cavabı B bəndi. Ordovik, Devon və daş kömür düzgün cavablardır. 9-cu sualda bizə deyir ki, səhv olan cavabları seçin. Qədim platformalar və cavan platformalar. Demək, qədim platformalar, təbii ki, biz burada səhv olan deyirsə, Ərəbistan qədimdir, ona görə bunu seçmirik. Qərbi Sibir cavandır deyə seçdik. Avstraliya qədimdir, seçmirik. Afrika qədimdir, seçmirik. Cavan platformalardan Turan cavandır, seçmirik. Qərbi Sibir cavandır, seçmirik.
Çin, Koreya deməli qədimdir, seçirik. Şərqi Avropa qədimdir, seçirik. Demək sualımızın düzgün cavabı 2, 7 və 8, yəni C bəndi. 10-cu sualımıza baxaq. Kaynozoy və mezozoy eraları bizə verib. Bunları müqayisə etməyimizi istəyir. Yenə də biz burada diqqətlə baxaq. Deməli, Kimmeri dağılma gəlmə mərhələsi baş vermişdir. Kimmeri biz bilirik ki, mezozoyda baş verib. Ona görə 2-yə 1. Fanerozoy eonunun erasıdır. Təbii ki, Fanerozoy eonunun erası hər ikisinə aiddir. Çünki Kaynozoyda, mezozoyda Fanerozoy eonuna aiddir. 3-ə 2. Tetis okeanı parçalanmışdır. Təbii ki, Kaynozoyda parçalanıb. 4-cü dövr buzlaşması təbii ki, Kaynozoyda baş verib. Qədim sürünənlər yayılmışdır. Təbii ki, qədim sürünənlər mezozoy erasında daha geniş yayılmışdır. Ona görə 5 gedəcək 2-yə. 3 geoloji dövrə bölünür. Bildiyimiz kimi hər ikisi 3 geoloji dövrə bölünür. Kaynozoy, paleogen, neogen, antropogen, mezozoy isə Trias, Jura və Təbaşir dövrləri. Yəni birinci suala 1-ə 3, 4, 2-yə 1, 5, 3-ə isə 2, 6. Növbəti sualımıza baxaq. Bizə platforma zonası qeyd olunub. Biz bilirik ki, burada 4 ilə göstərilən ərazi platformanın çökən ərazisidir. Yəni, daha doğrusu platforma örtüyüdür. Və 1 bura çökmə sıxır qatından ibarətdir. Təbii ki, və 2 ilə göstərilən ərazi kristallik bünövrədir. Və çökmə sıxır formalaşmadan kristallik bünövrənin yer səthinə çıxdığı əraziləri isə biz deyirdik qalxan və yaxud da siper. İndi gəlin uyğunlaşdıraq. Deməli, uyğunlaşdırma aparsaq, burada 1, 2, 3, 4. Demək, çökmə qat. Çökmə qata bir uyğun eləyə bilərik A bəndi. Sonra əyilmə ərazi, əyilmiş ərazi. Təbii ki, 4 əyilmə zonasıdır. Ona görə 4-ə yazırıq B. Siper və qalxan, yəni 3-ə yazırıq C. Siper və qalxan 3-dür. Kristallik qat isə təbii ki, 2-dir. 2-ə də yazacağıq D. Deməli, sualımızın düzgün cavabı təbii ki, A bəndi olacaqdır. 12-ci suala baxaq. Fiziki aşınma və kimyəvi aşınma. Fiziki aşınma biz bilirik ki, əsasən temperaturun təsiri ilə səhralıq ərazilərdə temperaturun çox dəyişdiyi ərazilərdə baş verir. Kimyəvi aşınma isə əsasən yağışın, suyun çox olduğu ərazilərdə baş verir. Deməkdir ki, sutkalıq temperatur amplitudunun yüksək olduğu ərazilərdə təbii ki, fiziki aşınma baş verər. Söhbət temperatur amplituduna gedir. Alçaq təzyiq qalxan hava. Qalxan hava təbii ki, yağıntısı çox olandır. Burada kimyəvi aşınmaya aid olar. Çayların suyunun səviyyəsi əsasən sabit olur. Bu təbii ki, kimyəvi aşınmanın olduğu ərazilərdir. Çünki kimyəvi aşınma daha çox ekvatorial ərazilərdə olur və burada da çayla il boyu hava yağıntılı olduğu üçün çayların səviyyəsi sabit olur. Ona görə C 2-yə gedəcək. Cənub yarımkürəsində materiklərin qərbində müşahidə olunur. Bu əsasən biz bilirik ki, Cənub yarımkürəsində materiklərin qərbində soyuq okean cəryanları olduğu üçün burada fiziki aşınma özünü daha çox göstərər. Müşahidə olunduğu ərazilərdə üzvü mənşəli faydalı qazıntılar daha geniş yayılmışdır. Üzvü mənşəli faydalı qazıntılar təbii ki, bu kimyəvi aşınmanın olduğu ərazilərdə ola bilər. Çünki fiziki aşınmanın olduğu ərazilər əsasən quraq ərazilərdir. Orada da canlı aləm zəif olduğu üçün üzvü aşınmada daha zəif gedir və üzvü mənşəli faydalı qazıntılarda daha az olar. Avstraliyanın şərqi Madagaskar adası təbii ki, bu ərazilərdə də əsasən tropik hava kütlələrinin təsiri altında olduğu üçün burada da fiziki aşınma özünü daha yaxşı çox göstərər. Ona görə 1-ə A, D, F, 2-ə B, C və E. 13-cü suala baxırıq. Paleotektonik və neotektonik hadisələrin olduğu ərazilərini bizə istəyir. Biz bilirik ki, paleotektonik hərəkətlər qədim ərazilərdə, neotektonik hərəkətlər isə cavan ərazilərdə özünü göstərir. Ural dağları qədim dağlar olduğu üçün biz buna paleotektonik götürəcəyik. Ant dağları cavan dağ olduğu üçün bunu neotektonika götürəcəyik. Almaniya, Polşa platforma zonası olduğu üçün onu paleotektonik götürəcəyik. Kolxida cavan, yəni Gürcüstan ərazisində yerləşən, geosinxronal zonada yerləşən ovalıq olduğu üçün neotektonika götürəcəyik.
Atlas dağları cavan dağ olduğu üçün onu neotektonika götürəcəyik. Böyük Çin düzənliyi platforma olduğu üçün onu paleotektonika götürəcəyik. Ona görə 1-ə A, C, F, 2-ə B, D, Y. Deməli, deyir ki, Apenin yarımadasındakı vulkanların səciyyəvi xüsusiyyəti. Biz bilirik ki, Apenin yarımadasında əsasən Vezuvi vulkanı yerləşir və burada litosfer tavalarının toqquşma zonasıdır və materik tipli yer qabığına aid olan vulkanlardır. Bir də deyir ki, litosfer tavalarının divergent sərhədi olmaz. Təbii ki, konvergent sərhədi olmalı idi. Materik tipli tavalarının sərhədində yerləşir. Bəli, Afrika və Avrasiya litosfer tavalarının sərhədində yerləşir. İki tamamilə doğru. Qalxanvari vulkanlar, xeyr, ümumiyyətlə materik tipli yer qabığında olan vulkanlar qalxanvari yox, stratovulkanlardır. Litosfer tavalarının konvergent sərhədində yerləşirlər. Litosfer tavalarının bəli, toqquşma sərhədi olduğu üçün konvergentdir. Stratovulkanlara aiddir. Bəli, okean tipli yer qabığında baş verən vulkanlar, üzrə materik tipli yer qabığında baş verən vulkanlar stratovulkanlardır. Daha duru lava püskürlər, daha duru əlbəttə ki, okean tipli yer qabığında olan vulkanlar olur. Ona görə sualımızın düzgün cavabı olacaq 2, 4 və 5. 15-ci suala baxaq. Bizə deyir ki, materik və okean tipli litosfer tavalarının sərhədində yerləşən adalar. Təbii ki, bu Sakit Okean, Odru qövsünə aid olan bizə vulkanları, adalar istəyir. Bu adalara biz deməli variantlara baxsaq, deməli C bəndi yox. Deməli Hokkaido, deməli burada da materik və okean tipli litosfer tavanın sərhədi. İslandiya 2 okean tipli litosfer tavanın sərhədi olduğu üçün bu İslandiya olmaz. B bəndində Madagaskar ümumiyyətlə sərhəd zona deyil. D bəndində Galapagos ayrılma zonasıdır. Burada havaya uyğun gəlmir. Demək, materik və okean tipli litosfer tavalarının sərhədində yerləşən adalara biz Yapan adalarından olan Honshu adalarını nümunə göstərə bilərik. Sumatra adası da təbii ki, Sakit Okeanla Avrasiya litosfer tavalarının sərhədindədir. Həmçinin Kuril adaları da sərhəddə yerləşir. Ona görə sualımızın düzgün cavabı Y bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Yerin planetar inkişaf mərhələsi və geoloji inkişaf mərhələsi. Materik və okean tipli yer qabığının formalaşması. Materik və okean tipli yer qabığının formalaşması təbii ki, bunlar geoloji mərhələdə baş verir. Çünki ilkin yaranan yer qabığı yalnız bazaltdan ibarət idi. Ona görə 2A. Meteorit yağışları müşahidə olunmuşdur. Meteorit yağışları da yenə əsasən geoloji dövrdə də baş vermişdir. Bu B-ni saxlayaq. Ağır maddələr nüvədə, yüngül maddələr isə mantiyada toplanmışdır. Ağır maddələr nüvədə, bu əsasən planetar mərhələdə baş vermişdir. Sonra platforma və geosignallar yaranmışdır. Platforma və geosignallar, bunlar da geoloji mərhələdə baş vermişdir. Coğrafi təbəqədə dəyişiklik baş vermişdir. Coğrafi təbəqə artıq təbii ki, bu geoloji mərhələdə yaranır. Kütləvi şəkildə vulkan püskürmələri baş vermişdir. Bu da təbii ki, yerin planetar mərhələsinə aiddir. Ona görə demək, biz bu suala diqqətlə baxsaq, bu meteorit yağışları əslində əsasən planetar mərhələdə olur. Çünki həmin dövrdə yerin maqnetizmi zəifdir deyə çoxlu meteoritlər yağırdı. Artıq yerdə maqnetizmin formalaşması meteorit yağıntılarının qarşısını aldı. Yəni geoloji dövrdə də meteoritlərin yerə düşməsi güman edilir, amma əsas meteoritlərin daha çox yağması təbii ki, bu yerin planetar mərhələsinə aiddir. Biz deməli B ilə F-i götürdük 1-ə, bir də nəyə götürəcəyik? Bir də C-ni götürməliyik də, bəli. Çünki ağır maddələr nüvədə, yüngül maddələr isə mantiyada toplanmışdır. Ona görə 1-ə B, C, F, 2-ə A, D, E. Düzgün cavab B bəndi. Növbəti sualımıza baxaq. Xronoloji ardıcıllıq istəyir bizdən. Demək, burada söhbət geosinkronal inkişaf mərhələlərindən gedir. Biz bilirik ki, birinci mərhələdə yer kürəsinin, yer qabığının böyük bir hissəsi enməyə başlayır və burada dəniz hövzələri yaranır və suxurların metamorfizləşməsi baş verir. Ona görə söhbət enmədən gedirsə, elə birinci bir gələcək. İkinci enmələr davam etsə də, həmçinin
yer kürəsində qalxmalar baş verir. Yəni antiklinal və sinklinallar yaranır. Ona görə ikinci 3 olmalıdır. Daha sonra yer qabığının enməsi damələ gəlmə prosesi ilə əvəz olunur. Antiklinallar və sinklinalların birləşməsi nəticəsində iri dağ sistemləri, yəni geosinklinallar yaranır. Təbii ki, ardıcıllıqla 4 gələcək. Sonra isə daxili proseslər zəifləyir. Xarici proseslərin təsiri ilə dağlar milyon illər ərzində tədricən dağılıb düzənliklərə və platformalara çevrilir. Yəni platformalar yaranır. Bu da təbii ki, ikinci baş verəcək. Ona görə ardıcıllığımız belə olmalıdır. 1, 3, 4, 2. Deyir ki, Afrika litosfer tavası ilə Avstraliya litosfer tavasının fərqləndirən əlamət Gondwana qurusunun tərkib hissəsidir. Biz bilirik ki, hər ikisi Gondwananın tərkib hissəsi olmuşdur. Bu fərqləndirmir. Avrasiya litosfer tavası ilə hər ikisi toqquşur təbii ki. Hind okeanının sahəsinin genişlənməsində iştirak edirlər. Onlar ümumiyyətlə bu litosfer tavalarının hərəkəti cavan okeanların belə deyək, Hind okeanı və Atlantik okeanının sahəsinin genişlənməsində iştirak edir. Şərqində tektonik çatlar yerləşir. Təbii ki, bu yalnız Afrikanın şərqində Şərqi Afrika tektonik sınma zonası yerləşir. Paleozo erasına aid olan dağlar var. Təbii ki, Afrikada əjdaha kap kimi, Avstraliyada isə təbii ki, böyük suarizi dağları kimi qədim dağlar mövcuddur. Ona görə fərqləndirən cəhət debəndi olacaqdır. Tuş tərkibli vulkanları müəyyən edin. Tuş tərkibli vulkanlar dedikdə söhbət təbii ki, okean tipli yer qabığında püskürən vulkanları biz nümunə göstərə bilərik. A bəndində Vezuvi və Stromboli matreş tipli yer qabığında olduğu üçün, üzr istəyirəm, çox üzr istəyirəm. Tuş tərkibli vulkanlar deyirsə bizə, matreş tipli yer qabığına aid olan vulkanları biz seçməliyik. Vezuvi və Stromboli təbii ki, matreş tipli yer qabığında da deyə tuş tərkibli ola bilər. Mauna Kea isə okean tipli yer qabığında olduğu üçün əsasi tərkiblidir. Ona görə A bəndi olmaz. B bəndində yenə Mauna Loa'da, Hekla'da, Yatlokudul vulkanları. Bunlar üçü də əsasi tərkibli vulkanlardır. Çünki üçü də okean tipli yer qabığına aiddir. Ruiz, Pinatubo, Mauna Kea. Yəni Mauna Kea qanuna uyğunluğu pozur. Y bəndində, daha doğrusu D bəndi uyğundur. Y bəndində isə Bandarbura təbii ki, İslandiyada yerləşir deyə okean tipli yer qabığına aiddir. Ona görə sualımızın düzgün cavabı İtaliya ərazisində yerləşən Etna, sonra Afrikada yerləşən Kilimanjaro və Rusiyada yerləşən Kamçatka yarımadasında yerləşən Kulyuchi sopkası. Bunlar hər üçü matreş tipli yer qabığındadır deyə tuş tərkibli vulkanlardır. 20-ci suala baxaq. Qərb istiqamətində hərəkət edən litosfer tavalары. Biz litosfer tavalarının hərəkətinə diqqətlə fikir versək, görə bilərik ki, Cənubi Amerika qərbə doğru hərəkət edir. Çünki gedir Naska ilə toqquşur. Naska isə şərqə doğru hərəkət edir. Demək, bir olmaz. Hind, Avstraliya qərbə doğru hərəkət etmir. Ərəbistan qərbə doğru hərəkət etmir. Avrasiya qərbə doğru hərəkət etmir. Həmçinin Sakit Okeanda qərbə doğru hərəkət edə bilər. Çünki Sakit Okean qərbə doğru hərəkət edərək Avrasiya litosfer tavası ilə toqquşur. Ona görə 2 və 3 sualımızın düzgün cavabı olacaqdır. Deməli, bizə deyir ki, Alp-Himalay qurşağında yerləşən Qafqaz dağları ildə 3 mm qalxır. Bu proses davam edərsə, Qafqaz dağlarının 4,2 metr hündürləşməsi üçün nə qədər vaxt lazımdır? Biz 4,2 metrimiz, yəni bizim 1 metr 100 santimetrdir. 4,2-ni 100-ə vursam 420 santimetr edər. 420 santimetr. Düzdürmü? Və bizim 1 santimetrimiz 10 millimetrdir. 420-ni də 10-a vursam 4200 millimetr edər. Əgər 1 ilə 3 cm qalxırsa, x ilə də 4200 millimetr qalxar. Yəni, bir sözlə 4200-ü biz 3-ə bölsək, təbii ki, 1400 il edir. Cavabımız olacaq 1400 il. Daha sonra növbəti sualımıza baxaq. Seismik zonada yerləşən coğrafi obyektlər. İslandiya adası litosfer tavalarının ayrılmasıdır. Təbii ki, seismik zonadır. Krım yarımadası, bu da litosfer tavalarının toqquşma zonasıdır. Geosinklinaldır. Botnik isə təbii ki, platforma zonasıdır. Yəni, orada hər hansı bir geosinklinal zona yoxdur.
Yapon dənizi təbii ki, Sakit Okean odlu qövsünə aid olduğu üçün geosignal zonadır. Qafqaz dağları da geosignaldır, amma Kanadanın paytaxtı Ottawa şəhəri isə platforma zonasına düşür deyə seismik zona ola bilməz. C bəndi Bering dənizi Sakit Okean odlu qövsü hissədədir deyə geosignaldır. Haiti adası həmçinin geosignaldır. Çilinin paytaxtı Santiago şəhəri də geosignaldır. Sualımızın düzgün cavabı C bəndi. D bəndi Gdansk şəhəri Polşada platforma zonasındadır. Apennin-Padan isə təbii ki, geosignaldır. Y bəndində Bakı şəhəri təbii ki, geosignaldır. Qırmızı dəniz platforma zonasıdır. Eyer gölü də Avstraliyada platforma zonasıdır. Ona görə sualımızın düzgün cavabı C bəndi. 23-cü sualımıza baxsaq, 23-cü sualımızda görə bilərik ki, ərazi axıb, yəni sürüşüb gedir, yəni söhbət sürüşmə prosesindən gedir. Deyir, yalnız okean sahillərində baş verir. Xeyr, yəni sürüşmələr əsasən meyillilik olan ərazilərdə daha çox özünü göstərir. Su keçirən və su keçirməyən suxurların növbələşməsi ərazidə daha çox yayılmışdır. Bəli, su keçirən qatdan su keçir, su keçirməyən qatın üzərinə toplanır və sürüşmə prosesi baş verir. Ona görə 2 tamamilə doğrudur. Yaranmasında yeraltı sular əsas rol oynayır. Bəli, yeraltı sular əsasdır. Daxili proseslərin təsirindən yaranır. Əslində, daxili proseslərin təsiri ilə yaranmır. Daxili proseslər bunu sadəcə sürətləndirə bilər. Yəni, yaradan daxili proseslər deyil. Fitomelerasiya bu prosesi zəiflədir. Bəli, fitomelerasiya əsasən yamacların bərkidilməsi, ağacların, kolların əkilməsidir. Təbii ki, bu prosesdə sürüşmənin qarşısını ala bilər. Ona görə sualımızın düzgün cavabı 2, 3 və 5. Kiçik Qafqazda yox, Böyük Qafqazda demək sürüşmələr daha çoxdur. Geotermik pillənin kiçik olduğu ərazilər, təbii ki, biz bilirik ki, geosinkronal zonalarda geotermik pillələr kiçikdir. Ona görə bu ərazilərə aid olan xüsusiyyət, tektonik proseslərin zəif müşahidə olunmur, əksinə yüksək müşahidə olunur. Subduksiya, bəli, litosfer tavalarının toqquşma və ayrılma zonaları təbii ki, geosinkronal zonalardır. Maqmatik suxurlar geniş yayılıb ola bilər, çünki burada vulkan püskürmələri çoxdur. Geotermik qradiyentin az olduğu, xeyr, geotermik qradiyent əslində böyük olacaq, çünki hər 100 metrdə temperaturun 3 dərəcə artmasına biz geotermik qradiyent deyirik. Deməli, artıq 100 metrdə geosinkronal ərazilərdə 3 yox, daha artıq dərəcə artacaq. Ona görə geotermik qradiyent, geotermik pillənin demək olar ki, əks prosesidir. Qırışıq dağlar və İslandiya yerləşir. Bəli, geosinkronal ərazilərdə yerləşir. Alternativ enerji mənbəyinə malikdir. Alternativ enerji mənbələri ola bilər. Çünki geosinkronal ərazilərdə, məsələn, geoeslər, bunlar alternativ enerji mənbəyidir. Yəni, ola bilər. Deməyə aid olmayacaq geotermik qradiyentin az olduğu ərazilərdə və tektonik proseslər zəifdir. Növbəti sualımıza baxaq. Qeyzerlərin geniş yayıldığı ərazilər. Biz bilirik ki, qeyzerlərin daha çox yayıldığı ərazilərə Kamçatka yarımadası, İslandiya adası və Yeni Zelandiya ərazisi aiddir. Sxemdən istifadə edərək düzgün olmayan fikirləri müəyyən edin. Somali yarımadası Ərəbistan tavasına yaxınlaşır. Xeyr, fikir versək, Somali şərq istiqamətində hərəkət edir, Ərəbistan isə şimal-şərq istiqamətində hərəkət edir. Yəni, bunlar bir-birinə yaxınlaşmır. Sərhədlərin seismik fəallığı artır. Sərhədlərin seismik fəallığı artır. Ümumiyyətlə, litosfer tavalarının bəli sərhədlərində seismiklik arta bilər, təbii ki. Bab-əl-Məmməd boğazının enliyi artır. Bu ola bilər, çünki Ərəbistan daha sürətlə hərəkət etdiyi üçün Bab-əl-Məmmədin deməli, genişliyi artacaqdır. Qırmızı dənizin sahəsi azalmır, əksinə artır. Çünki Ərəbistan daha sürətlə gedir deyə Qırmızı dəniz genişlənir. Qırmızı dənizin Aralıq dənizi ilə su mübadiləsi yarana bilər. Bizdə yanlış fikirləri istəyir deyə biz buradan biri seçdik. Qırmızı dənizin sahəsi azalır. Azalmır demək, artır. 4-ü də seçdik. Qırmızı dənizin Aralıq dənizi ilə su mübadiləsi yarana bilər. Bəli, yarana bilər. Çünki bura uzaqlaşdıqca Aralıqla Qırmızı arasında su mübadiləsi yarana bilər. Qırmızı dənizlə Hind okeanı arasında su mübadiləsi dayanar. Xeyr, dayanmaz. Əksinə daha da genişlənər. Ona görə yanlış olanlar 1, 4 və 5. Uyğunluğu müəyyən edin. Külək eroziyası və su eroziyası. Patagoniya yaylası əsasən quraq ərazi, yarım səhra olduğu üçün burada külək eroziyası özünü göstərər. Hind çayı hövzəsi əsasən rütubətli olduğu üçün burada su eroziyası özünü göstərər.
Orta Sibir əsasən bura deməli küləklər özünü daha çox göstərər. Çünki kontinental ərazidir. Kalimantan adası təbii ki, ekvatorial zona olduğu üçün, yağış çox yazdığı üçün su eroziyası özünü daha çox göstərər. Demək, Mərkəzi Afrika, Kongo hövzəsi biz bilirik ki, daha rütubətli ərazi olduğu üçün bu ərazidə su eroziyası özünü göstərər. Nollarbor düzənliyi isə əsasən nisbətən quru ərazi olduğu üçün küləklərin bura təsiri daha çox olar. Demək, növbəti sualımıza baxaq. Okean tipli yer qabığına malik olan iki litosfer tavasının bir-birindən ayrıldığı sahələrdə orta okean silsilələri yaranır. Bəli. Bəzən onların zirvələri okean səthindən yuxarı qalxaraq adalar əmələ gətirirlər. Okean tavalarının sərhədləri boyu yerləşən kənarlaşma zonalarında əmələ gələn dərin tektonik çatlar rif dərələri adlanır. Bu proses nəticəsində yaranmış adalar, təbii ki, biz bilirik ki, bu adalara biz aid edə bilərdik İslandiya adasını, aid edə bilərik Azor adasını, aid edə bilərik Müqəddəs Yelena, aid edə bilərik Galapagos, aid edə bilərik Pasxa, aid edə bilərik Yaşılburun və s. Bu kimi adaları aid edə bilərik. Litosfer tavalarının uzaqlaşması nəticəsində hansı okeanların sahəsi azalır? Biz bilirik ki, qədim okeanlar olan sakit və artır deyir. Azalır yox. Hansıların sahəsi artır? Cavan okeanlar olan Atlantik və Hind okeanlarının sahəsi təbii ki, artırdı. Sonra Euler-Venn diaqramını tamamlayan bəndin müəyyən edin. Konvergent sərhədlər və divergent sərhədlər. Litosfer tavalarının ayrılma zonasıdır. Təbii ki, bu konvergent sərhədlərdir. Ona görə litosfer tavalarının ayrılmaz divergent sərhədlərdir. Ona görə 2-yə gedəcək 1. Yer qabığının qeyri-sabit hərəkətli hissələridir. Həm konvergent, həm də divergent sərhədlər qeyri-sabit hərəkətli hissələrdir. Ona görə 3-ə gedəcək 2. Litosfer tavalarının toqquşma konvergentdir. Ona görə 1-ə gedəcək 3. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bunun hər ikisində fəaliyyətdə olan vulkanlar ola bilər. 3-ə gedəcək 4. Demək, sualımızın cavabı 1-ə 3, 2-ə 1, 3-ə də 2, 4 olacaqdır.